İstehsal prosesini niye göstermirsiniz? Niye göstermirik ki? Bu gözəl şirələri istehsal etmək üçün biz hər il meyvə alışını həyata keçiririk və mütləq şəkildə həmin alış videosunu biz səhifəmizdə paylaşırıq. Və eyni zamanda da biz səhifəmizdə istehsal prosesini yerləşdirmişik. Amma çox təəssüflər olsun ki, hər dəfə soruşursunuz ki, istehsal prosesini gizlədirsiniz, niyə göstərmirsiniz? Biz göstəririk. Siz səhifəmizdə aşağı keçid edərək digər videolarda görə bilərsiniz. Görməyənlər və yeni izləyicilərimiz üçün alma şirəsinin istehsal prosesini yenidən paylaşıram. Qeyd etmək istəyirəm ki, bu alma şirəsinin tərkibinə heç şəkər belə vurulmur. Əvvəlcə biz almaları bu qaydada alırıq. Sonra həmin almaları yuyucu maşına göndərərək yuyuruq və əllə çeşidləyirik. Əllə çeşidləyirik ona görə ki, bəzən çürük meyvələr olur arasında, onları aradan çıxartmaq üçün. Yəni ki, təzə tər meyvələrdən, almalardan hazırlanır. Və bundan sonra presə göndərərək həmin meyvələrdən şirəni sıxırıq. Daha sonra isə şirəni bu qaydada qablaşdırırıq. Qablaşdırdıqdan sonra qapağı bağlayırıq. Və məhsulu xüsusi vanalarda yüksək temperaturda pasteurizasiya edirik. Axırda da etiketi vururuq. Və kasetlərə yığırıq. Ondan sonra da belə bir alma şirəsi 100% təbii, tərkibində şəkər də yoxdur. Hazırdır.